Salam, yeni vloqa başlamaq istəyirəm. Daha doğrusu artıq başlamışam. Bugün gedəsi yerlərim var, onları sizinlə paylaşmaq istəyirəm. Əgər alınsa əlbəttə ki. Belə, gördüyünüz kimi arxadiyamla başlamaq istəyirəm. Bu da niyə görə arxadiyadan? Çünki yeni şey kəşf eləmişəm. Deyir ki, əgər istəyirsə daha çox kötükləri çoxalsın. Ona görə bir yarpağına və belə bir suda qoymaq lazımdır. Artıq 1 ay, 2 ay, nə bilim, indi nə qədər olar. Artıq burasından çıxanda yeni belə budaqları onda biləcəm ki, bu ona köməkdir ya yox. Bunu da qoymuşam, bunu da ikisini də qoymuşam. Bu mənim ilk arxidiyamdır, bu mənim ikincidir. Düşündüm, buna ehtiyac yoxdur. Bu çünki daha gözəl, parlaqdır, amma bunlara ehtiyac var. Ona görə də belə başladıq yeni vloquma. Sizə istifadə etdiyim kosmetikalarımı göstərmək istəyirəm. Birinci belə bir Bebak'ın acı badəm sütünü istifadə etdim. Daha sonra belə bir Maybelline'in Tonalnisini. Tonalni'dən sonra NYX'in belə bir template'ini. Rumiana Flormar. Sonra pudra istifadə etdim. Rimmel'in. Bu çox yaxşı pudradır. Pomada. Belə bir pomadadır. Bitməyinə az qalıb. Hər gün istifadə edirəm. Belə qəşən oranjlı tonludur. Aksesuarlar da ki, belə bir sırğa. Labradorit daşıdır deyəsən bu. Yadımdan çıxıb, təbii, orijinal daşdır. Sevirəm daşları. Və mənim olmaz olan Pandora. Bu da Reflexons Pandorasıdır. Yəni Reflexons seriyasındandır. Şarm 2 bir ədəddir. İndi isə kombinimizi göstərəcəm. Kombinim isə belə sadə cins şalvar, sumkam, əsasən də kitabım və ağ ketalarım, ya daha doğrusu krasovkalarım. Başveklərim. Belə, indi hazırda Alivenino'ya gedəcəm. Oradan kitab savaş vermişəm, onu götürəcəm. Ondan sonra da görəyini indirik. Alivenino'ya gəldik, çatdıq. Koroğlu filialıdır. Ramiz Rövşənin Nəfəs və Dünyanın Hər Sifəti. Belədir. Bu Dünyanın Hər Sifəti şeirlər kitabıdır. Artıq birini almışam. Gələn vloqlarımda sizinlə paylaşacağım. Daha doğrusu sifariş vermişim. Bunlar isə mənim Alivenino'dan aldığım kitablar idi. Daha doğrusu sifariş vermişdim. Bu Alivenino'nun may ayındakı kitab klubunun müzakirə kitabıdır. Bunu da ki çoxdan da oxumaq istirdim və artıq nəhayət əldə etdim. Teospresdəndir. Teospresin ümumiyyətlə kitabları çox qəşəng olur. Estetik gözəlliyə malik olurlar. Hələ sizinlə də burada paylaşıram. Tez eləcə də oxumağa başlayacağım. Bu isə Çingiz Abdullayevin 3-cü variant kitabı. Məndə bunun Gözəl Albüm kitabı var, onu oxumuşam. Bu da ikincidir, bunu oxuyacağım. Üçüncüsü də var hətta. Buradan da mənzərəni sizə göstərmək istədim. Çoxdandır bu balıqlardan almaq istəyirəm. Bu balıqların cinsi tamam fərqlidir. 2 ədəd almışam. Hələlik belə yumru akvariumda saxladım. Arası 1-2 saat. Sonra isə böyük akvariumu o biri balıqlarımın yanına göndərdim. İlk öncə, daha doğrusu öyrəşinə qədər biraz sıxlıq yaşadılar. Amma artıq rahatdılar. Çünki yemək də vermişəm onlara. Bunlar çox gözəldilər. Görsən daha yaxşı inkişaf eləyirlər, yeni alacağım və akvariumlarına dəyişəcəm. Qlovişləri ayrı saxlayacağım, bulbusları da ayrı saxlayacağım. Gördüyünüz kimi içərisində görsənir qızılı rəngdə, oranjlı, tonlu, parıltılı və açıq gümüşü rəngdə. Buradan da belə bir krasovka almaq, daha doğrusu ket almaq istedim. Yadıma gəlir ki, uşaq vaxtı məndə belə bir krasovkalar var idi, amma bu yaşıma qədər neçə vaxtı giyinmirəm. Amma çox istəyirdim almaq.
15 azeyini aldım. Neftçilərdən almışam. Və bunu da istədiyimizlə paylaşım. Bugünkü alışverişim budur ancaq. Bu isə ikinci günün səhəridir. Pəncərələri silmək qərarına gəlmişəm. Düzdür, yağış yağacaq. Amma olsun, əsas odur ki, pərdələr təmiz olar, heç olmasa evdən də olsa. Sonra davamlı olaraq başqa vaxt yenə silərəm. Başladım mən pəncərələri silməyə. Bunlar üçün belə bir vasitəm var. Ona istifadə edəcəm, artıq az qalıb. İşlərimi bitirdim və hər yan parıldadı. Bu isə sushi sifariş vermişdim. Çünki çox işli görmüşdüm və yeməyi pişirməyə də vaxt edə bilməmişdim. Hal-hazırda sushi populyardır. Çünki hər kəs tərəfindən sevilən bir daddır deyərdim. Düz illər öncə mən də çox istəyirdim sushi yemək, amma yeyə bilməmişdim. Çünki belə bir növləri də hələ ərsəyə gəlməmişdi. Nəysə, bir sözlə Dino sushi. Instagramın linkini qoyacağım. Hal-hazırda altda da görürsünüz. Çeşid olaraq çox qəşəng idi. Hələ qablaşdırmalarını demirəm. Çox gözəl, mükəmməl bir zövqlə qablaşdırılmışdılar. Qiyməti isə 34 azeyindir. Çatdırılma əraziyə görə dəyişir. Ədəddə ki 96 ədəd idi. Bir sözlə dadı da mükəmməl idi. Çox bəyəndim. Mən ümumiyyətlə çox yerlərdən sushi yemişəm. Demək olar ki, bu aralarında elə ən dadlısı idi. Ona görə də sizə məsləhət görürəm ki, sizdə ürəyinizdən keçsə, səhifəyə daxil ola bilərsiniz, sifariş verə bilərsiniz. Orada cürəbəcür rolların qiymətləri var. Yəni set qiymətləri də, belə deyim sizə. Biz sadəcə mən oğlum və qızımla yediyimə görə, ona görə də çoxlu, həm də yoldaşımdan çoxlu sifariş verdik ki, hamımız yetərincə dada bilək. Belə. Vlogum sona çatdı. Bizə nuş olsun. Sizə sifariş versəniz, sizə də nuş olsun. Salamat qalın. Hələlik.